Ramazan ayının 3-cü gününün duası. Allahümme rzuqni fihi zihnə və tənbih. Allahım bu ayda mənə zehin itiliyi və ayıqlıq əta elə. Bəndə burada Allahdan bu ayda qəflətdə qalmamağı istəyir. Ayıqlıq təkcə oyaq qalmaqdan ibarət deyil ki, ayıqlıq odur ki, insan günahı tanıya və ondan çəkinə, yaxşı işlərə tərəf gedən. Və bə'idni fihi minəs-səfahati və tənbih. Məni bu ayda səfehlik və səhvdən uzaqlaşdır. Səfehlik odur ki, düşünmədən danışmaq, boş işlərlə vaxt itirməkdir. Mömin gərək ağılla hərəkət eləsin, ömrünü boş işlərlə hədər eləməsin. وَاجْعَلْ نَصِيبًا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ. Mənə bu ayda nazil etdiyim bütün xeyirlərdən pay verici mənə. Yəni bu ayda endirdiyin rəhmətdən, bərəkətdən, bağışlanmadan məni məhrum eləmə. Bicudikə ya əcvədəl əcvədin, səxavətliliyinə xatir, ey səxavətlilərin ən səxavətlisi.